heç vaxt almayacağım maşın. Niyə? Necəsə Elgizin varda yox. Elgizin ən sevdiyi maşın və Elgiz deyir ki, bu maşın olmasa ümumiyyətlə dünyada o birisi maşınlar heç nədir. Yəni Yox, elə söz deməmişəm. o birisi maşınlar maşın deyil. Gəl razılaşaq. Yox da, yox. Nə danışıram sənə necə ki Passat. Bütün markalara hörmətim var, amma Volkswagen mənim üçün xüsusidir. Xüsusi deyəndə ki, nədir xüsusi? Komfortu var, dinamikası var. Volkswagen hamısını qoyduq ağa. Gəl şeydən danışaq. Volkswagen Passatdan danışaq. Bəli. Passatı mənə necə izah eləyə bilərsən? Passat bu 5-ci Passatdır məndə qardaş. B5'im olub. 3-cü də B6'mdır. O lap qanaxmaydı da, ona bilmirəm necə onu şey edirdim. Mən ümumiyyətlə 4 maşınlarla skors yaxşı idi, o 5 skors o şey... Yox, mən ümumiyyətlə Volkswagen'lə problemi yaşamamışam. Qardaş, Volkswagen'lə o problemi yaşayan adam olur ki, gedir harada xılan maşın var, alır, sonra başlayır onu oynamağa. Volkswagen'i alanda sürənindən olmaq lazımdır. Volkswagen sürənindən. Yəni bu adam bu maşını baxır sürənindir. Ondan maşın alsan, o maşın səni etməyəcək. Bir də ki, bu maşınların 3 dənə həssas bir şeyi var. Yağ, benzin, antifriz. Bu niyə Mercedes'də yoxdur? Bax bu Volkswagen prinsip. bunu tələb edir. Bu Niyə tələb edir? konkret tələbdir ki, bunu bıraq bütün dünya üçün. Bunu Bangladeşdə də sürürlər, bunu Hindistanda da əslində normal sürürlər. bir şeydir. Deyə qardaş, yağını düz tök, benzinini düz tök. Mercedes smetan tökürlər. Mercedes nə bilim qum tökürlər. Mercedes smetan yox, elə belə bahalı yatırsa yenə. Okey də, yəni bunun ilindən danışıram. 124 Kuzanı unut keçsin. Yox, mən 124-dən danışmıram. Çeşkanı unut Yox, keçsin. mən səndən 124-dən danışmıram. Bax, sırf bunun illərində buraxılan maşınlardan. B6 deyil. Bəli, B6 2005 modeldir. Karobkası nədir? DSG-dır? Yox, avtomat. Avtomat 6 pilləli AC karobkadır. Okey, o yaxşıdır. Əladır. Aizendən bir balaca bunu xilas elədin. 1-0 sənə xeyir. Əslində DSG-7 bir çox təzə gələn markaların üstündə var. DSG-6, sadəcə DSG-6, DSG-7-nin bizdə sürmə qaydasını çox adam bilmir. Nədir qaydası? Bax, izah elə. Bu maşının o DSG-6, DSG-7 yerində sürətlənməni sevmir. Məsələn, yəni variator kimi də? Svetoforda, ayağını qaza qoymuşsun. Buksov qaza. Bu maşın svetoforda probkaya dayandın, atırsan bunu neytrala və hətta parkovkaya. Bu çox elə bir ki, D-də qalmağı sevmir də, maşın naquskada qalmağı sevmir. Səndən tələb bunu eləyir, vəssalam. Bu son modellərdə də yenə DSG var. DSG-6-lardır. DSG-6-lardır. Yəni, mənə bir sənə maraqlıdır. Bu mühəndislər görürlər ki, bunda problem yaşadılar da, məsələn, keçmişdə. Problemlər yaşadılar. Bəs bunu niyə dəyişmədi? Problem DSG-7-lərdə gəldi. DSG-7-lər dayandı, keçdi DSG-6-ya. Yenə DSG-6-dır. DSG-7-lərdə problem yaşandı. Mexatroniklərdə problemlər yaşandı. Onu da yenə deyirəm, DSG-6 ilə gəlir, yenə həmən maşın öz. Necə oldu, bax, bu Volkswagen'ə sevgi yarandı səndə? Nədən sonra? Açığı, Volkswagen'ə mənim gəlməm çox təsadüfən oldu. Elə yoldan başqa bir marka alırdım. Deyə bilərəm o marka.